Salam Şahin doktor. Salam, salam biləcəm. Deməli, şpor haqqında çox suallar gəlir ki, şpor olanda ayaqda nə etmək olar? Ev şəraitində məsələn, həkimə gəlib çata bilməyəndə və yaxud da nəsə. Yox, indi gəlin belə deyək. Bu ağrıya bilər. Şpor ola bilər, şpor ağrısını verə bilər. Razıyam. Amma birinci şpordan qabaq pəncənin bir neçə dənə problemləri olur. Onlara da dəqiqləşdirmək lazımdır. İndi biz gördüyümüz pəncə özünüz görürsünüz ki, normal bir haldadır. Barmaqda əyrilik yoxdur, barmaqların özü düzdür, pəncənin özü konfigurasiyası düzdür. Amma dediyinə görə ağrısı var. İndi ağrısı olur, bax bu tərəfdən gör, ağrısı olur bu tərəfdə. Bu fikirləşir ki, bu şpordur. Ola bilsin, şpor ola bilər. Amma vacib deyil ki, bu nöqtənin ağrısı oldusa, o şporun ağrısıdır. Tamam. Əsas ağrı gəlir bu yan tərəfdə. Bu yan tərəfdə, dabanın yan hissəsinə. Bura gələn əzələ var. Və onun ağrısı əsasında bütün pəncənin altına verilən ağrı, irradiruющий bolda belə deyir rusca. Bütün göndərən ağrı var. Onun səbəbkarı da bax burdadır. Bax qalxıram yuxarı, reaksiya dəyişdi. Heç nə yoxdur. Qalxıram topuğun üstünə, heç nə yoxdur. İndi düşürəm topuqdan aşağı, bağların üstündə gəzirəm. Gəlirəm, çıxıram düz daban sümüyün üstünə. Onun nöqtəsini, onun proyektdə olan nöqtəsini basdıqca O ağrıyır. Və belə bir sadə bir şeydir. Onun üçün də onun çox vaxt səbəbkarı dizin altında gizlənən bir əzələ var. Onu lazımdır biraz qıcıqlandırmaq. Diz altında. Bəli. Tamam. Belə və rahat profilaktik şəkildə də heç vaxt gəzəndən sonra köhnə baba, dədə baba qaydasında isti suya qoymayın. Çalışın ilıq suya qoyasınız. Soyuq suya qoysanız daha da yaxşıdır. 2-10 dəqiqəlik vanna şəklində eləyin. Və yaxud pəncəmizin altı ağrıyırsa, indi çoxunda yastı pəncəli olur və yaxud get-gedə oturur pəncə. Buz şəklində plasmas butulkanı dondurun, altında sürün soyuq və eyni zamanda da yumru bir şey. Sürün altdakı əzələlər biraz, pəncənin altında olan əzələlər, bunlar hamısı işləsin. Sürsün. Çok sağ olun. Buyurun, buyurun.